Uşaqlar Allahın bizə böyük nemətidir. Həm də bizim imtahanımızdır. Əgər siz onları götürüb ancaq məktəblərə atsanız, ancaq təhsili ilə məşğul olsanız və onu yoxdan var edən, yedirib içirən Rəbbini tanıtmasanız, desəniz ki, mənə onun ancaq gələcəyi maraqlıdır. Din falan, bunlar hamısı ikinci dərəcəli şeylərdir. O zaman bilin ki, siz imtahanda uğursuz olmusunuz. Halbuki dərslərlə məşğul olmasın deyən də yox idi. İkisini də eyni anda etmək mümkün idi. Amma sən uşağın gəncliyini dünyaya həsr etdin. Bütün gücünü və vaxtını dünyaya həsr etdin. Hansı ki, heç o da dəqiq deyil. Uşaq sonra oxuduğu təhsil üzrə işə qəbul olunacaq yoxsa yox. Qardaşlarım, şübhəsiz ki, müsəlmanlar ağıllı, savadlı olmalıdırlar. Amma bu bizim dinimizi öyrənməmizə maneə deyil ki. Əsl qayəmizi unutmayaq, axirətimizi təhlükəyə atmayaq. Ay qardaş, sizdən bir xahiş eləməyə istəyirəm mən. Mən nə qədər vaxtdır bu əsra ürəyi ağrır, gecələr ağlaya durur, ürəyim ağrıyır, nəfəs çatmır deyə. Bakıdan həkimə zəng eləmişdilər. O həkim dedi ki, mütləq oraya exokardioqrama eləməyə, bir də qanın, nəyin bütün ümumi analizləri, bir də qordon analizə adını vermək lazım. Bir də o əsəb həkiminə aparmağa. Buna bir siz köməklik eləyə bilərsinizmi? Mən də Allaha and olsun, and içib deyirəm ki, mən əlimdə 1 manat pulla qalmışam, heç bilə nə qədər vaxtı mağazindən borc götürüb. Çörəyi də mən mağazindən borc götürüb elə nə eləyirdim. 3 gün qabaqda saat 11 idi uşağı yatdırmağa qoyan. Saat 12 olmuşdu, uşaq yuxudan oyandı. Mənim boynuma at olub, dedim, amma mən nəfəs ala bilmirəm, ağlaya, mən əlimdə də pul yox, imkanım yox bir yerdə aparmağa. Səhərə kimi mən qucağımda yuxarı aşağı gəzdirmişəm ki, uşağın nəğarəsi bilməyib. Səhərə kimi ya uşaq yatmadı, ya mən yatmadım, qucağımda gəzdirə. Ona görə çox qorxuram, birdən bir şey olayında. Mən də uşaqdır da saxlaya bilmirəm, uşaq da oynamağa istəyir. Qaçmağa istəyir, uşağı görəndə uşaqla oynamağa istəyir, qoymayanda da ağlayır, amma mən oynamağa istəyirəm, sən qoymursan deyə. Bir az nə olan kimi də uşaq elə bil təngi nəfəs olur, ağzı belə burnu olan yer zad göyərir. Bir dəfə özü dedim, amma mən ölürəm, nə olur, mağadır, nəfəs çatmır, dedim, yox ay qızım, olur elə, nə olanda narahat olma, qorxma deyə. Elə qardaş, ona görə sizdən xahiş edirəm, mümkünsə olursa mənə 450 manat pul çıxır, yol pulu olmadan.